Sabah İmişli, Biləsuvar, Saatlı və Sabirabad rayonlarının qaz təchizatında fasilə yaranacaq. Bu barədə ölkə Azərbaycan Dövlət Neft Şirkətinin Azərqaz İstehsalat Birliyində məlumat verilib. Bildirilib ki, Qaz İxrac İdarəsinə məxsus diametri 530, 377, 325 mm-lik Azatkənd İmişli magistral qaz kəmərində korroziyaya uğramış hissələrinin təmir olunması ilə bağlı oktyabrın 2-də saat 08:00-dan etibarən işlər başa çatanadək qaz təchizatında fasilə yaranacaq. Təmir işləri aparılan müddətdə İmişli rayonunu tam olaraq, Saatlı rayonu tam olaraq, Sabirabad rayonunun bir hissəsinin qaz təchizatının məhdudlaşdırılacaq. İşlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.